Salam hörmətli izləyicilər. Xoş gördük sizi Bağban kanalında. Keçən səfər mən elan qoymuşdum ki, güllər haqqında mövzular olacaq. Hal-hazırdakı mövzumuz, yəni ətirşah və pelargoniya, yəni geran gülləri haqqında olacaq. Bax, bu gördüyünüz gül, bu gerandır, rəngləri müxtəlifdir. Bu ətirşahdır. Bu geran gülünün qırmızı və yaxud da ki, belə deyək, rozov rəngdə olan güllərdir. Tünd rəngdə olanı var. Bax, bu rəngdə olanları var. Tünd. Ağı var, cürbəcürdür. Bax, belə var. Bu cür var. Yəni, bu güllərin əslində Cənubi Afrikadan gəlib çıxıb Avropaya 18-ci əsrdə. Yəni, dekorativ gül kimi bunu insanlar bilib. Bu gülün faydaları çoxdur. Həm də ki, əkilməyi və bezərilməsi də rahatdır. Yəni, bu gülləri istənilən vaxtı bir qışdan başqa, istənilən 3 fəsildə qalın budaqlarından kəsib vurub bezətmək olur. Yəni, xeyirli var, efir yağı buraxır, otağın havasını təmizləyir, baş ağrıya xeyirdir, qulaq ağrıya, boğaz ağrıya, zoba. Yəni, bu evdəki hətta həşərat zad girsə belə, bu güllər olan evə girmir. Yəni, faydaları çoxdur. İsti xoşlayan güldür, su çox xoşlanmır. Yəni, elə çox su verməyə ehtiyac yoxdur. Suyu hərdən bir vermək lazımdır. Əsasən günəş və oksigen. Bu güllər üçün oldusa, bu güllər böyüyüb bir kol şəklində, böyük bir kol şəklində çıxır, yəni belə deyək. Gözəl də ki, iyi var. Bunların iyi daha, bu ətirşahdır, bunun iyi daha gözəldir. Hətta əlini toxundurursan, iyi hopur ələ. Bunların, yəni, ilk videomda qısaca olaraq bunlar haqqında verəcəm. Gələn səfər isə, bax, bu gül haqqında məlumat verəcəm. Gözəl güldür. Bu da kol kimi çıxır, uzun ömürlü güllərdir. Yəni ki, bax, apteniya gülü var belə, sarmaşıq kimi çıxır. Bunlar haqqında da danışacağım. Artırılması, gözəlməsi. Bunlar da çox gözəl belə. Dipçəkdə əkəndən sonra hər tərəfə axır, sallanır. Yəni, gözəl güldür. İnşallah indiki videomu qısa edirəm. Gələn videomuzda çiçəklər haqqında müxtəlif məlumatlar verəcəm.